Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Noyabr ayının 7-sində səhər söz verdiyim kimi axşam tərəfi də video çəkməyə başladım. 2 gündür su xətti qazıram, bu gün də günortadan sonra davam elətdirmişəm. Küçənin bərk yerini azacıq su ötürüb cızma qar eləmişəm ki, torpaq suyu çəksin, yumşalsın. Dəmir kimidir, yay boyu nə su düşüb, nə yağış yağıb. Qazmanı belə zərblə vururam, bir miskal torpaq qopardıram. Yumşalandan sonra iş asanlaşır. Dünən sırağa gün qazdığım yerləri bir də qazdım, xətti genişləndirdim, dərinləşdirdim. Təkcə torpaq qazmaq deyildi işim. Qazdığım yerlərdə əvvəldən çəkilmiş su xəttləri var idi. Ehtiyatlı davrandım ki, onları deşməyim, ziyan verməyim. Qonşumuz Rəfail də su xəttini verdi bizə, getdi Naxçıvana. Çox sağ olsun, elə buradan suyu qoşmuşdum. Çay yatağından su çəkilib, bunların suyu kəsilmir. Keçən il, o bir il suyumuz kəsiləndə elə bundan istifadə eləmişdik. İndi xətti birbaşa çölə çıxadıb ki, daha əziyyət çəkməyək, şalankı birləşdirəndə. Dünən qazdığım yerləri bura qədər təkrar qazmışam. Bu Rəfailgilin atxodun, şalankıdır. Ehtiyatla qazmışam. Torpağı çıxadıb, sonradan bizim xəttinə paralel bastıracam yeri. Dərinlik də yetərin qədər var. Haradasa 40 santıma qədər qazmışam. Kanalın içələ torpaqdır, dərinliyi o qədər bilinmir. Bir də əl gəzdirəcəm. Buradan o tərəfə də köynə xət var idi. Həmdullah dayıgilin həm içməli su xətti, həm suvarma xətti, elə bizə də oradan su qol ayrılır. Qazıb onu aşkara çıxartmışam. Xəttin altından şlanqımızı, kabelimizi keçəcəyik. O tərəfdə biri var. Qaz xətti onun yanından keçəcəm. Aşağıda cəviz ağacına qədər bir dəfə də bugün qazmışam. Sabah da əl dolasam, küçə bitmiş olacaq. Sonra həyətdə iş qalır, bir də təpədən o tərəfə 50 metr yamaçda. Gedim görüm inəklər nə edir. İnəklərdə bu nə təlaşdır? Başımı görən kimi cumdular çıxışa. Yox, hələ getmək vaxtı deyil. Gəlin gedək. Gəl gedək bağa. Bir quş vurum, salım yağa. Biz orta məktəbdə oxuyanda ibtidai siniflərdə deyəsən bir şeir vardı. Məndə. Xatırlaya bilmirəm, necə idi o şeir. Gəl gedək bağa et deyəsən elə. Bağban gəlsin, iti qısqırtsın, it bizə hürsün. Məndə. İnəklər getdilər, gördülər ki, mən getmirəm, qayıtdılar geriyə. Səhər quru otuna yemləmişik. Günortadan sonra bağa ötürülüb. Bir xeyli tut yarpağı yeyiblər, indi də su içmək istəyirlər, axşam da yem verəcək. 2 dənə də buzovla var onlara. İndi dana olublar da, 6 aylığın geçiblər. Olduğu gündən hələ onlar çölə çıxmayıb. Yay boyu 20 kisə kəpək almışdım, onu yeyiblər, nə qədər də ot. İndi kəpəkləri qutarıb. Gedək görək Atlas xalanla nəvəsi Zeynəb neyniyirlər.
Salamatlı ol xala, işin irəli olsun. Çox sağ ol. Bu nə vaxtın iş görməkdir? Kartof sökürsən? Köhnə kartoşka qalmışdı. Kartoşkanı sökəndən sonra əkdik bura. Onu da vaxtında vərləyib suvaran olmadı, baş qarışdı. Amma elə özünə görə olurmuş. Bir şey olubdu. Onları çıxardıram. Ha. Zabı çıxardım. Ve davar gəldi, getdi. Bu alır. Hər şeyin ki gündür. Hansı ki günə düşüb qəşəkdir. Hansı ki gün görməyib yox. Hər şey yapır, əksən olur. Gəncər o gün buzavları ötürdü, təmiz yerdə. Mən də danalarıma ot verirəm. Hanı ot verirsən? O da onlara. Kartışkalar otur. Nənə baxır. Nə otudur o? Nənəndən soruş gör o nə otudur? Dana yiyən adı nədir? Dana yəni köldür. Xanım sallandı. Xanım sallanan ha. Xanım sallandı. Gətir. Zeynəb kömək edirsən nəniyə? Bu arada yoldum apardım. Kömək eləməm, mən ot verim danalara. Bunlar ki. Keçən dəfə söhbət elədik, dedin şeirlər deyəcəm. Hanı o şeirlər? Ne görmüş? Gəl. Yelləm, onu yelləmə. Keş gəl bu tərəfə səninlə biraz söhbət eləyəcəm. Çəpər aş. Aşanmaz. Qoy gəlsin mənim yanıma. Yaxşı, nənənin yanında dur. Hə, söhbət elə görüm. Hansı şeirlər bilirsən? Bəlkə də o gün bilmədikləri o əzbərləmiz. Hamısın. Hamısı. Birinci keçidən başla. Dovşandan get. Xoruza qədər gəl. Yelləmə də simulator gözü o. Sakit dur, sakit dur. İndi keçini. Ala bula boz keçi. Ay qoşa buynuz yiyəsi. Yalnız gəzib dolanma. Dağa daşa dırmanma. Bir qıtla qarşına. Sən nə edərsən ona? Soban gözünü açınca qalar ki buynuzu. Afərin, ancaq deməlidin ki, çoban açınca gözü, qalar ki boynuzun, qafiyə düz olsun. Dovşanı den. Dovşan, dovşana dovşan. Qarşıma dayana dovşan. Qarşıma səni sevərək. Can kimi bəsləyərək. Dayanmaram a qardaş. Yanında var alabaş. Qurtarmaram işindən, qurtarmaram dişindən. Yaxşı əzbərləməmsən. Sən dovşan ol. Dovşan, mən deyim, dovşan, dovşana dovşan, qaçma dayana dovşan, qaçma səni sevəndən, can kimi bəsləyəndən, sən denə ki, dayanmaram, ha, qardaş. Yanında var alabaş, sən dovşan ol. Xəbərdaram işindən, qurtarmaram dişin. Afərin sən. Nənəmin şeiri. Nənəm məni çox sevir, nəvəmə qurban deyir, hər sözümə can deyir, məni çox əzizlər. Məni çox əzizləyir. Keçən dəfə dedin ki, nənəm mənə şeir öyrədir. Yatmamışdan qabaq deyirdin, o nə idi? Hə, deyir, yataram, inşallah duraram, inşallah. Yatsam da, dursam da, la ilahə illallah, elə deyirdin sən. Nənən köhnə nənələrdəndir. Bizi də öyrədirdilər ki, gecə yatanda birinci kəlməyə şəhadət o deyat. Çünki yuxuda birdən əcəl gələr. Uşaqla elə söhbət elədim ki. İstəyirsən geçkə mənim yanım? Yox. Danaları çox istəyirsən? Hə, valla pislik, bu pislik ki, hər şey yoxdan düşmür. Nə atasın qabağına tez görməmiş kimi qatır. Görməmişdi. Görməmiş nə deməkdir? Görməmiş acgöz olmaq. Acgöz olmaq. Ay, afərin sən. Sən də görün. Nə? Bibi uşaqlarından kimi tanıyırsan? Bibi uşaqlar. Bibi oğlu, bibi qızı, hansını tanıyırsan? Heç bilin. Hamısını tanıyırsan. Vüqarı tanıyırsan. İlqarı tanıyırsan. Hamısını mən deyim. Elnuru tanıyırsan. Bacısı. Bacısı. Dünən gəlməmişdi sizə Elnurun bacısı. Bacısı kimdir? Balaca da bir uşağı var idi. Oğlanın adı nə idi? Nura. Nuray Elnurun bacısıdır da. Bala. Qıra
Yox, səndən soruşacaqdım. Bilirsən anne? Yox. Adı. Geçoğlunun adı Nadir değil. Kırdoğlunun adı Nay. Nail. Ha. İndi bildim. Sonra başqa bir oğlum var. İboşu tanımırsan İbrahim? İboşu? Ha, o da bir oğlundur da. Bu tamam. Sən deyəsən məni Allah'dırsan. Anladın mı? İsəm oğlum. Hə? İsəm oğlun hardadır? Sen oğlunu nakılandı. Çoxdandır deyəsən görüşmürsən, yaddan çıxartmırsan. Lamanı yaddan çıxartmırsan. İndi videomuza baxacaq. Deyəcək ki, məni nə tez unutdu Zeynəb. Nereden çizim verimse? Tikanlıdır, tikanlıdır. Şanssızdır. Bunlar şanssızdır. Nədir meyvənin adı? Qarağatdır. He. Ver görüm dadı var. Kara kara kanlar var. Qara qanları var, ay soğuk. Bir dadına baxım görüm ağa. Zeynəb mənə meyvə hədiyyə elədi. Şey Əla. Çox gözəl. Desen yarpaklar bunlar hamısını verimse. Yox, Allah yığırsan. Nənə kompot eləyir, gətirirsən içirik. Komportda qar içmirəm mən. Niyə içmirsən ki? Səhər məktəbə gedəndə nə yeyirsən? Bizdən çay yanındadır. Bir dənə çay yanında da nə? Kek. Kek. Bunlar da tamam ne verim? O ne? Kartoşka otu var yanında. Kartoşka. Zeynəb keçən də mənə şəftəli gətirmişdin, get birində gətir. Şaftoli? Ha. 10 saniyə burada olursan. Çox sevirəm şəftəlini. Şəftəli də sevir məni. Gedib durub ağacın altında ay armuda baxan kimi baxır. Silkələ. Yaxşı tapanmadın, gəl. Vardı, öbüründə var. Zeynep. Səhər danaları cəbi ötürmüşdü, qayıdıb gəlmişdilər. Neynədiniz onları? Danalar, keçən ilki dan. Yox, onlar biraz iri idi axı deyəsən. Ötürdü, heç yarım saat çəkmədi, qayıtdı. Çöldə bayırda da bir şey yoxdur. Buzağın da üzünə, tövlədə xoş baxsın. Gedib çöldə otlanmır, qayıdıb gəlir. Zeynəbə elə belə dedim, get şəftəli gətir. O gün hədiyyə gətirmişdi mənə. O da getdi, tapdı, getdi. Atlas hala da bizi ciddiyə alıb, ağacı möhkəm silkələyir. Üstündə biri var, istəyir, o da düşsün. Bir dənə bəsdir, gətir. Ay Zeynep, ay. İlişdi. Bu dana səni ilişdirdi, yıxdı. İpi dartdı, şaxlaşdırdı. Bir dənəsi bəsdir. Zeynep, bir dənəsi bəsdir. Hamısını yiyənməyəcəm axı. Yaxşıdır. Selcanın yiyəsi. Bir dənə, hələ birini ver, qoyum cibimə. Hala. Ay sağ ol, soğuqatın çox olsun. Bir dənəsini qoydum cibimə. Ha. İkinci də mənim. 2. Üçüncü də. 3. 4. Yoxlayıram, görüm saymağa başlarsan. Bu neçə oldu? 5. 6. 6. 6-dan sonra nə gəlir? 9, 8, 7. 6-dan sonra 7 gəlir. 7-dən sonra 8 gəlir. 3 üstə gəl, 2 neçə eləyir Zeynep? 3 üstə
gələ 2, Ha. 4. 3 istəyəcək 2. Üst-üstə gələ 2 bilmirəm. Bilirsən. Yaxşı, 1 üstəgəl 1. Üstə 1 gəl 2. 2 üstəgəl 2. 3. 4. 4. Hələ sən balacasan da, məktəbə qədərsən. Heç 1-ci sinifdə oxumursan. Birinci deyil, bizim için 0'da oxuyur. 0. Məktəbə qədər. Hədə 0'da oxuyur. Başqa hansı şeirlər bilirsən? Onları da denə. Başqa ne bileyim, umarım verirlər. Xoruz necə oldu bəs? Xoruzun şeiri. Ay pipiyi qan xoruz. Ay pipi qan xoruz, gözlərim ərzan xoruz. Nə tezdən, Durursan. nə tezdən durursan. Qışqırıb. Qoyum sən yatmağa, ay canım əslan xoruz. Gəlirdim kətdən, səs verdi bətdən. Ağzı sümükdən, saqqal ətdən. Bu tapıdan cavabı nədir? Zabı. Bunu getməmişik. Elə bu şeirin arxasındaydı. Tır. Tırp yox. Elə xoruzdur da, ağzı sümükdən, dimdiyi var. Saqqalı da ətdən. Sən də deyirsən axı. Saqqalı uzun sallanar, dağdan daşa tullanar. Eləmə, yıxar. Ehtiyatlı ol Zeynəb, yaxşı, bəsdir, eləmə. Qoy getsin də ona rahatına baxsın. Səncə mənlə söhbət eləyək. Axşam indi sənin video bütün qohum əqraba baxacaq. İzləyicilərimiz baxıb deyəcəklər. Necə şirin qızdır bu. Televizorunuzda qoyursunuz, Televizorda baxırsınız siz? Siz televizorunuzda qoyub baxırsınız. Hə. Bizim televizorumuz yoxdur, ancaq olanlar baxır. Geniş ekranda bizim videomuza baxır. Orada baxacaqlar da birdən ki, qırmızı paltarlı gözəl bir qız çıxdı ekrana. Qırmızı Gözəl. papaqlı, Qırmızı paltarlı. Qırmızı papaqlı. Yox, papağın qırmızı deyil. Ancaq papağın da gözəldir. Çıxartma, çox da yaraşır sənə. Papağım qırmızıdır. Ha, biri də var hatta. Kapeşon. Hələ bunun üstündə biri də var. Zeynəb, 3 dənə papağım var. 3 dənə də, biri də şeydir, jaket. Hadi, jaketin də papağı var da, 3 dənə. Deyir, görüm sənin kuklan var. 5 dənə. 5 dənə. Kuklanın birinin adını mən deyirəm. Barbie. Barbie, hə. O biri Cinderella. Cinderellam yoxdur. Cinderella yoxdur. Ha, bibini alıb göndərəcək sənə. Bir dənə Cinderella. Bir dənə oymalı kukulam var. Bir də pişik yalak qucunda. 2. Biri də ki qızım. 3. O Cinderelladır qızı olan. Hörükləri də var. Nərmə, nəzif bir qızdır. Beli incə. Bir də tumanı var. Başqa hansı oyuncaqlarım var? Başqa elə oynar. Mən görürəm anam nə pişirir. Nə pişiribsə gətir yeyək. Mənə makaron pişirib. Zeynəblə çox danışdıq. Hədiyyələrim verdi, getdi. Neçə şəftəli verdin mənə? 6 dənə. Əvəzini alırsan yayda 60 dənəsini qaytaracam sənə. İnəklərimiz getdi çıxışa. Günün son şüalarını dağ tərəfdə görürük, ancaq gün batmaq üzərədir. Günlər çox qısalıb. Dağlar bugün axşama qədər çən oldu. Aşağı kəsimlərə də az-az yağış yağıb. Narın yağışın hesabına çeşmənin suyu biraz artıb. 3 kilometr, 500 metrdən su çəkmişik. Yayda da kəsildi, ancaq gündə 200-300 litr gəldi. Əməlimizi sovduq. Quraqlığın hesabınadır ki, biz də məcbur olub çeşmədən su çəkmək qərarına gəldik.
Geçen videoda demişəm, bəlkə izləyicilər izləyib, o da çox bahalı oldu, çox masraflı oldu bu iş. Hələ çox da uzaq məsafədən çəkmirik. 200 metr məsafədən 200 metr kabel, 200 şlank, bir artezyan nasosu, bir transformator. Onların qiymətinə yanmıram. Əziyyət çoxdur. Yer daş kimi qaza bilmirəm, su buraxmışam, 3 gündə qazıram. Bir yana çıxa da bilmirəm. Kətdə yaşamaq çox çətindir. Kətdən çıxıb gedənlər elə bilir ki, kətdəkilər xan keyfinə yaşayır. Gələndə də borc, xərc, kimin yoxdur, heyvan alıb kəsir, baldan, yağdan gedəndə də deyirlər, heç də pis yaşamırsınız, hələ sumkalarında doldururlar, gedir. Ona görədir ki, deyirlər, kətdilər bizdən yaxşı yaşayır. Kətdə hər şey qantar hesabına əmələ gəlir. Əkinindən tutmuş meyvəsindən, onu beşlik eləməyindən şəhərdə də pul asan qazanılmır, ancaq şəhər cəmaatı biraz acgöz olur. Daha çox acgöz olur deyə bilərik. Bu sözləri eşidənlər əgər acgöz deyilsə, yorumlarda yazsın. 5 parmaqlı qızıl eləyirsən, soxursan gözünə, yenə də gözü əllərdədir. Kətdən bəlkə ildə 50 kamaz yük yola salınır. Başqa şəhərlərə, əsasən də Bakıya. Rəhmətli Fərhad müəllim vardı. Bir gün dedi ki, bir gün eşidək ki, kəndə bir yük maşını gəlib. Bizi axtarır ki, sizə Bakıdan yük göndəriblər. Sözün deyilişindən onun 5 il geçib, hələ onu görməmişik. Torpaq da yumuşalıb. Bir ay deyil ki, inəklərin peyini gətirib həyətin bir tərəfinə tökürük. Yaza qədər burada dolacaq. Bəzi bitkilərə çox peyin vermək yaxşıdır. Bəzilərin peyinlə arası yoxdur. Bir də ki, hər şey peyinin tərkibində yox ki. Elə bitkilər var ki, başqa elementlərlə boyatırlar, var verirlər. Torpaqdan nümunə götürülmür, bilmirik ki, bu torpaqda nə çatışmış. Kartof əkirsənsə, hansı elementlərinə zəngin olmalıdır torpaq. Pomidor əkirsənsə, torpağın bor tərkibi yoxlanılmalıdır. Bizim pomidorların əksəriyyəti borsuzluq ucbatından xarab olur. Xəstələnir, çor vurur. Bizdə institutlar işləmir. Nə əməlli başlı arıçılıq var, nə maldarlıq, nə heyvandarlıq, nə kənd təsərrüfatı, əkinçilik, hamısı insanların özünün becəriləri sayəsindədir. Başqa heç bir dəstək yoxdur. Buradan bağımızdakı yanlarların yarpaqları gözəl görsənir. Sarı, qızılı, qəhvəyi, bu ara günəşdə üfüqdən aşır. Bir barmaq boyu görsənir. Bəlkə də videomuzda o görsənmir. Tut ağaçların yarpaqları tədricən tökülsə, bir həftə 10 gündə inəklər burada ötüşər. İnanmıram ki, birdən yarpaqlar tökülə, çünki hələ hava şaxtalı deyil. Pahalılıqdan, xəstəlikdən saralmış heyvanın yarpaqları belə tökülməyib hələ.
Gözlərim şövqünü axtarır, ancaq şövqü yoxdur. Bu gün nəvəsinin toyudur. Bakıdadır, bilmirəm hansı şadlıq sarayındadır. Fatihi təbrik edirik. Getdiyim yolun yamazı ilə Raqib də boru xətti çəkəcək. Deyirəm, gəl yolun yarısına qədər birlikdə qazaq. Boruları yan yana qoyaq. Nə mənə çox güc düşsün, nə sənə. Hələ ki tuta bilmirəm. Mən qazı qutarandan sonra gəlib mənim xəttimi aşmaq istəyəcək, mən də qoymayacam. 3 gündə işləyirəm, 3 gündə işləsəm ancaq qutaracaq. Rəqibin inəkləri otlayıblar, gözləyirlər qapına ağ açılacaq. Yaxşı mal saxlayırlar, bu il hamısı arıqdır. Məhlə növbəsinə buraxmadılar. Yuxarı məhlənin növbəsinə çatdırmaq üçün 2 kilometrdə qovalamalıdırlar. 2 kilometrdə əlavədən gəlir. Bu inək dünən bizim həyətdə idi. Səfər bilmir, qapı bilmir, hamısını vurub yıxıb geçir. Bu videonu 30 dəqiqənin tamamına qədər çəkəcəm. Səhər-səhərdə 25 dəqiqəlik video çəkib paylaşmışdım. Videolarımıza o qədər də baxış gəlmir. Həm uzun-uzadı, bəlkə də çox maraqlı deyil. Əvvəl baxışlar çox olurdu. 7-8 bundan əvvəl YouTube platformasında da o qədər video yox idi. Kənd həyatı ilə bəhs olunan vloglar, filanlar. Bizim videolar çox cazib idi. İndi o qədər proqramlar var ki, biz artıq arxa plandayıq. Hər bir videomuzu izləyən izləyicilərimiz də var. Onlara təşəkkür edirəm. Bir nəfər olsa da belə video çəkib paylaşacağım. Həm öz vaxtımı səmərəli dəyərləndirirəm, həm də bizdən gələcəyə bir xatirədir. Biliklərimizi paylaşırıq, bildiklərimizi, yəni kənd haqqında, təsərrüfat haqqında.